Növbəti mövzumuz ara sözlər. Biz ara sözləri bir dəfə eşitmişik. Harda? Modal sözləri keçəndə. Bəli. Demişdik ki, bütün modal sözlər cümlədə ara söz sayılır. Amma ara sözlərin hamısı modal söz olmaya da bilir. Niyə görə? İndi baxaq. Deməli uşaqlar, modal sözlərin demişdik ki, 6 məna növü var. Sıra və ardıcıllıq bildirənlər artıq keçibdir. Nəticə cümləşdirmə bildirən modal sözlərin içərisinə. Selcan. Eləmi? Yuxudan doymuyubsan deyə. Amma ara sözlər olaraq 7 məna növünün hamısı qalır. Bir, yenə də təsdiq bildirən modal ara sözlər var. Orada da təsdiqdir, burada da təsdiqdir eşqin. Yəqinlik bildirən. Hansılar idi yəqinlik bildirən? Düzü, doğrusu, təbii ki, əlbəttə indi bunların hamısını yazmayacağım. Şəksiz, şübhəsiz və s. və s. Bunlar bizə bəllidir ki, modal sözlərin vaxtından həm modal sözdür, həm ara sözdür. Amma bəzən belə bir şey çıxır. Deyirəm ki, baxın, sözün düzü, bu məsələdən baş açmadım. Buradakı sözün düzü artıq söz birləşməsi şəklindədir. Ona görə olacaq ara söz, amma modal söz sayılmayacaq. Burada deyək ki, sözün ifadəsi çıxmış olsaydı, bu başlasaydı ki, düzü bu hadisədən baş açmadım. O zaman olacaqdı həm ara söz, həm də nitq hissəsi kimi modal söz. Artıq sözün düzü olanda modal sözlükdən çıxmış olur. Oldu mu? Şeirdə də var, bilirsən vidadır, sözün doğrusu, olmaq istəmirəm vicdan oğrusu. Oradakı sözün doğrusu nə deməkdir? Bu formada olur. Bilirsən vidadır, sözün doğrusu. Sözün doğrusu artıq ara söz olmuş olacaq. Söz birləşməsi şəklində. Bildin Nahid? Başa düşdünüz uşaqlar? Gözəl. İndi belə bir ifadə var. Yəni, bəzən ola bilir ki, sözün doğrusu xətrimə dəydi. İfadəsində, yəni cümləsini neçə cür təhlil edə bilərik uşaqlar? Xətrimə dəydi. Nə? Sözün. Durğu işarələri buraxıb. Bax, bu formada olsa doğrusu olacaqdı ara söz. Durğu işarələri yoxdur demişdik də. Belə də ola bilər. Xətrimə dəydi. Nə? Sözün doğrusu. Düzdürmü? Mübtəda şəklində bütöv də gedə bilər. Bir də sözün doğrusu xətrimə dəydi. Nəsə xətrimə dəydi? Bu özü bütöv şəkildə nə olacaq? Ara söz. Bu kimi cümlələr çıxacaq qarşınıza, görəcəksiniz. Topluda var. Onları təhlil edəndə belə şeylər soruşulacaq sizdən. Oldu? Keçirik ikinciyə. İkinci nə idi uşaqlar? Ümumiləşdirmə, nəticə bildirən modal sözlər, ara sözlər. Bunu biz siz həmçinin nə adına verirlər uşaqlar? Nitq hissələri arasında əlaqə. Yəni qarşınıza çıxsa çaşmayın. Nəticə bildirən ara sözlər həmçinin nitq hissələri arasında əlaqə adlanan, əlaqə quran ara söz kimi istifadə olunur. Hansılar idi? Məsəl üçün, ümumiyyətlə. Bu məsələdən baş açmadım. Düzdür? Sonra, qısası. Xülasə. Bir də nə var? Sözün qısası, uzun sözün qısası. Bax, görürüz, bəzən belə ifadələr işlədirlər. Uzun sözün qısası, sən öz evinə, mən öz evimə. Məsəl üçün, deyək ki, ifadələr var da. Sözün qısası. Sonra, o mübarək başını dik saxla, Murad. Xülasə, müxtəsər, nəhayət. Tamam mı? Sonra nələr vardı? Əl-qərəz. Əl-qərəz. Və s. və ilaxirə. Deməli, buradan biz birincisi, ikincisi falan bunları çıxartdıq. Hara? Sıra və ardıcıllıq bildirən ara sözlərə. Güman şübhə bildirənlər vardı, yadınızdadır mı? Hansılar idi güman şübhə bildirənlər? Görünür, deyəsən, bəlkə, bəlkə də, ehtimal ki, olmaya digərlərindən nə ilə fərqlənirdi? Sual cümlələrin içərisində işlənirdi. Ay sağ ol, olmaya. Sonra, olsun ki, ola ki, sonra,
ehtimal yazmışıq. Ehtimal ki. Sonra yəqin ki, bəli, ola bilir. Bu da ola bilir. Və s. Gərək ki də var idi. Güman şübhə bildirir. Dördüncü nə bildirirdi? Sıra, ardıcıllıq. Hansılar idi? Birincisi, ikincisi, əvvəla, sonuncusu, bu formada. 5. Fikrin mənbəyi. Və fikrin mənbəyində artıq bəzi şeylər çıxacaq. Deyək ki, məsəl üçün, zənnimcə modal sözü var idi, həm də ara sözdür. Məncə, mənə görə, səncə, sənə görə, sizcə, bizcə, zənnimcə, fikrimcə, fikrimə görə bunlar vardı. Bir də bu var. Mənim zənnimcə dərs 8-in yarısı bitəcək. Artıq mənim zənnimcə nə sayılacaq burada? Söz birləşməsi olduğu üçün yalnız ara söz olacaq. Bildin mi? Sənin fikrinə görə bu işdən nə qədər qazanacaq? Artıq sənin fikrinə görə deyəndə sənin fikrinə ehtiyac duyur. Fikrin mənbəyini bildirən ara söz kimi istifadə olunur. Söz birləşməsi olduğu üçün nə olur? Ara söz olur. Ay sağ ol. Ataların fikrinə görə atalar demişkən yaxşı deyiblər. Bax, bu kimi ifadələr də hamısı cümlə şəklində yalnız ara söz olur. Bəli, qarşımıza çıxacaq onlar. 6-cı nə idi? Təəssüf bildirənlər. Hansılardır? Heyif ki. Heyif ki. Əfsus, əfsus ki. Çox əfsuslar olsun ki, artıq bu olacaq nə? Ara söz olmuş olacaq. Təəssüflər olsun ki, və yaxud da elə təəssüfün özü. Təəssüf ki, bu məsələdə haqlı çıxmadıq. Çox təəssüflər olsun ki, Nihal dərsə qulaq asmadan yatır və s. və ilə axirə kimi cümlələr istifadə edə bilərik də Nihal. Mənim təbii haqqımdır. Oldu mu? Bəli, müəllim, oldu. 7. Bənzətmə. Hansılar idi bənzətmələr? Sanki, güya, elə bil və elə bil ki. Bunlar da nə olacaq? Bənzətmə bildirən ara sözlər olmuş olacaq. Eyni modal sözün elə bil ki, təkrarıdır. Sadəcə orada bir-iki dənə fərqli ifadələrimiz var. İndi baxırıq ki, ara sözlərdə cümlə üzvləri kimi quruluşuna görə sadə və mürəkkəb oldu. Necə olacaq? Baxın, bunu qarışdırmayın. Sadələr sadəcə modal sözlərlə ifadə olunur. Yəni, təbii ki, quruluşuna görə necə modal sözdür? Mürəkkəb, amma sadə ara sözdür. Oldu mu? Məsəl üçün, mənə görə, quruluşuna görə mürəkkəb modal sözdür, amma sadə ara söz sayılmış olacaq. Bildinizmi? Məncə, zənnimcə, fikrimcə və s. Məsəl üçün, doğrudan da bu məsələdən qan iyi gəlir. Doğrudan da mürəkkəb modal sözdür, düzdür? Amma ara söz kimi sadədir. Mürəkkəb ara sözlər necə olmuş olacaq? Bayaq dediyimiz kimi söz birləşmələri ilə ifadə olunacaq. Mənim fikrimcə, zənnimcə, atalar demişkən və s. Yəni bu bayaqlarım dediyimiz söhbətlər. Bunlar da olacaq mürəkkəb ara söz. Oldu mu? Yenə də ara sözdə xitablar kimi cümlədə cümlə üzvlərindən vergüllə ayrılır. Cümlənin hər yerində istifadə oluna bilir. Cümlənin sonunda gəldikdə özündən əvvəl işlənən xəbər inversiya yaratmamış olur. Bildinizdə bunu zaten bilirdik. Cümlənin sonunda işlənən xitab. Məsəl üçün deyirəm ki, dərsdə yatma. Əli. Bu ifadə
əli xitabının cümlənin sonunda gəlməsi və inversiya yaratmaması. Çünki yatma xəbəri sonda gəlmiş olur. Və yaxud da deyirəm ki, dərsdə yatmazlar. Əlbəttə. Burada da ara söz sonda gəlmiş oldu. Yenə də yatmazlar xəbəri buradadır. Ara sözün burada işlənməsi cümlədəki inversiyanı yaratmır. Yəni inversiya olur, olmur. Bu məsələdə bir önəmi yoxdur. Oldu mu? Əli müəllim, Nahid müəllim. Belə, ara sözlər də xitablar kimi üzvlənmir, heç bir sintaktik əlaqədə işlənmir. Çətin deyildi ki, modal sözlərdən fərqli olaraq dediyimiz kimi bir dənə quruluşuna diqqət eləyəcəyik. Bir də bəzi ara sözlər var ki, modal sözlər kimi istifadə oluna bilmir. Vəssalam, bu qədər bir şeydir. Bitti. İstəyirsiniz birində keçək. Olar Əli. Sən onsuz da oxumursan.